Ona görə biz 18 tarixində Amerikaya yola çıxdıq, 19-unda gəldik, gecə saatlarında ora çatdıq. Səhər saatları açılanda New Yorkda artıq bu da antiterror əməliyyatları gedirdi, çünki artıq gündüz saatları idi. Saat fərqinə görə. Bakıda saat fərqinə görə. Və biz sessiyanın açılışına gələndə belə oldu ki, çox intensiv hər şey baş verirdi. Bizə təbii ki, son təlimatlar lazımdır. Vəziyyət nə yerdədir, əməliyyat başlayıb. Əməliyyat nə qədər davam edəcək? Çünki yəni məsələn nəyisə planlaşdıra bilərsən hətta, ancaq onun gedişatı artıq asılı olan və olmayan səbəblər var. Və maraqlı məqam ondan ibarət ki, biz BMT-nin qərargahına gəldik və nəzərə alsaq ki, açılışda hər zaman Amerika prezidenti də olur, Joe Biden ora gəlmişdi. Amerika xüsusi xidmət orqanları bütün ərazidə, bütün rabitəni belə cam etmişlər, yəni qapatmışlar və Bakı ilə rabitə saxlamaq çox çətin idi. BMT-nin böyük bir parkı var, biz əsas binadan çıxıb həmkarlarla birlikdə o BMT parkının başqa bir istiqamətinə getdik. Orada bir havada hansısa bir ağacın altında bir rabitə əlaqəsi qurub, Bakı ilə əlaqə saxlayıb son təlimatlarımızı cənab prezidentdən almaq imkanı oldu. Çünki hamı, hər kəs, bütün dünya orada yığılmışdı və hamı bizi axtarırdı. Hamı bizi axtarırdı. Hər kəsin bizdən bir gözləntisi, kiminsə tələbi, kiminsə sərt sözü, kiminsə demək ehtiyacı var idi. Və orada çoxsaylı görüşlər keçirdib. Azərbaycana yenə də mövqeyini bura gətirən zəruri səbəblər, bunun çıxılmaz olduğunu, yenə də biz normal dinc insanlara tam zəmanət vermək imkanlarımız barədə açıqlamalarımızı edirdik. Bəlli bir vaxt çəkdi. Ayın 21-nə artıq BMT Təhlükəsizlik Şurasının iclası təyin olundu bu məsələnin müzakirəsi üçün. Biz New Yorkda idik, həmin iclasda iştirak etdik. 21-də olanda artıq bütün məsələlər həllini tapmışdı. Qanunsuz silahlı birləşmələr, tək silah olunması barədə qərar var idi. Qanunsuz rejimin ləğvi barədə qərar var idi.